bizə bildirirsə, o mütləq olaraq, haqq olaraq yerinə yetəcəkdir. Və qeyd edeyim ki, Quranilər güya hədisləri inkar edib, bəhanə gətirirlər ki, hədislər parçalayır, yalnız Quran üzərində birləşməliyik. Həmin kəslərə baxsan, istər bizim ölkədə, istər xarici ölkənin hamısında heç biri ciddi şəriət elmi almamışdır. Heç biri Quranı ciddi olaraq, düzgün olaraq oxuya bilmir, heç tərcümə də edə bilmirlər. Lakin özlərini Quranı bilmiş kimi tanıyırlar, insanlara sıradırlar və deyirlər ki, biz Quranla gedək, Quran birləşdirir. Halbuki əksində bu Quranla gedək deyənlər özləri parçalayırlar müsəlmanları, İslamı və sözsüz ki, bunların arxasında duran qüvvələr də vardır. Quranla gedək deyən, misal üçün, Azərbaycandakı başqa bir iddia eləyir, Qurandakı ayələr başqa cür başa düşür, filan ölkədəki başqa cür, o biri ölkədəki başqa cür. Bunlar hardan bəs birləşib bir ola bilirlər. Lakin baxsaq İndoneziyadan, Mərakeşə qədər fərqi yoxdur, müsəlman və qeyri-müsəlman ölkəsində olanlar bir məqsədə gedib cəm olub namaz qılırlar, bir-birini gözəl də anlayırlar, başa düşürlər və eyni ibadət edirlər. Cüzi fərqlər vardır ki, onlar istisnadır. Lakin ümumi olaraq İndoneziyadan biri durub Mərakeşdə və yaxud əksinə Azərbaycana gəlib bizim məsciddə namaz qılıb ibadət edir və həmin bu kəslər ki, Quran və hədisə inanırlar, heç bir parçalanma da yoxdur. Əksinə, Quranla gedək deyənlər iddiadır sözsüz ki, bu Quransızlar əslində özləri İslamı parçalamış olurlar və bu Quransızlara, Quranilər deyildiyimizə insanlara işarə etmişkən, son olaraq da bir şeyi nəzərə çatdırım. Həmin o Quranla gedək, hədisləri qəbul etməyə deyənlərə sözümdür. Belə ki, məlumdur ki, biz balıq yeyərkən balığı kəsmirik. Biz balığı öldürüb, sonra yeyirik. Sözsüz ki, heyvanları kəsirik, bismillah deyib kəsib, sonra yemək lazımdır. Balığı isə biz kəsmirik, öldürüb yeyirik. Və Quran ayəsinə görə ölü ətini yemək haramdır. Çünki Uca Allah Quran-ı Kərimdə ölü ətini bizə haram edib, ölü ətini yemək olmaz. Biz hədisə inandığımız üçün Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bizə hədisdə istisna edir bu ayəni. Quran ki, deyir, ölü ətini yemək olmaz, haramdır. Lakin hədis də sözsüz ki, Uca Allahdan Peyğəmbərimizə olan sallallahu aleyhi və səlləmə olan bir vəhidir. Və ona görə də həmçinin hədisdə də Peyğəmbərimiz sallallahu aleyhi və səlləm istisna edərək Quranda olan ölü ətindən balığı istisna etmişdir və demişdir ki, Huvət tahur məuhu əl-hillu meytətuhu. Dənizin